Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Yağışlı bir gündür, bazar gününün çəkilişidir. Bu gün gec oyanmışdıq, saat 9-un yarısıdır, hamı oyanıb artıq. Qızımın sınağı var idi, ora hazırlaşdı, getdi. Oğlum da əlavə 6 bazar dərs olur, sürətli anlayıb oxuma hazırlaşdı. Onu da yəni səhər yeməklərini yedilər. Yola saldım, getdim məktəbə. Mən də süfrəni yığışdırdım, qabları yudum və nə bişirim deyə biraz belə xəmir yeməyi hazırladım. Qızlar, bilmirəm bunun adını nə deyirsiniz, amma belə bir xəmir yeməyi hazırladım günorta yeməyi üçün. Xəmiri yoğurdum, gözə yarı un götürmüşdüm. İçərisinə yumurta, duz əlavə edib ilıq suyu ilə çox da yumşaq olmayan xəmir yoğurdum. Biraz 10-15 dəqiqə, yəni soğanı qovurana qədər, doğrayana qədər biraz özünü tutsun və soğanı da qovurdum. Qışda ümumiyyətlə tez-tez hazırlayırıq bu yeməyi. Çəkilmiş əti də çıxartdım soyuducudan ki, belə yemək hazırlayana qədər. İlk yəni əslində oyanan kimi əti çıxartmışdım ki, açılsın, buzu açılsın. Belə soğanı qovururuq, sonra kündələrə ayıracağam, bir-bir yayıb, içərisinə ətləri qoyub yeməyimizi hazırlayacağam.
Belə qızlar, yeməyi hazırladım. Belə xəmirdən artıq qaldı, qoydum. Ərişdə keçərəm, vaxt olduqda soyuducuya qoydum. Bilmirəm neçə gün saxlamaq olar. Belə ümumiyyətlə hazır xəmir saxlamamışam çox müddətli. Yəni bir gün saxlamışam, amma yəni axşamdan daha doğrusu edib sabahsı etmişəm, soyuducuya qoymuşam. Səhərisi hazırlamışam, amma bir neçə gün saxlamamışam. Belə yeməyi hazırladım. Duzunu, sarı kökünü, noxud da əlavə etdim və yeməyimiz artıq hazırdır. İstəyə görə üzərinə nanə qurusu da əlavə edib nuş edə bilərsiniz. Belə yeməyimiz artıq hazırdır. Yeməyimizi yedikdən sonra yığışdırdım, yudum. Evə bazarlıq olunmuşdu. Onları da yerləşdirdim. Sonra kələm şorbası, yəni tutması hazırlayacağıq. Onu da hazırladım. Belə. Və qızlar, bazarlığı da yerləşdirib keçdim. Kələmin üst qabığını soyub, yuyub, sonra doğramağa doğradım. Üzərinə biraz da həyətdən ana yığmışdı. Biberləri də doğradım. Sonra ana qəşəngcə duzunu vurub, bir gün belə qazanda duzunu vurduqdan sonra bir gün saxlayır. Saxlayıb suyunu sıxır. Sonra sıxdıqdan sonra üzərinə cəfəri, suğundur, bir də yer kökü əlavə edir. Bunu isə inşallah gələn vloqda ardına çəkiliş edə bilsəm, yəni çəkiliş edib paylaşım edərəm. Amma bu həmin günün videosu olduğu üçün kələmi, biberi belə duzunu vurur, qapağını qoyuruq. Həyət soyuq olduğu üçün elə həyətdə saxladıq ki, evdə isti olub xarab olmasın. Kələmi də hazırlayıb keçdim umacılı piroq hazırlamağa. Bu umacılı piroqu tez-tez hazırlayıram. Həm sərfəli, həm doyumlu, həm də ləzzətlidir. Burada telefonu çəkilişi biraz yəni narahat olub. Onun üçün biraz gecikməli olur. Yaxşı düzənləyib çəkiliş edə bilməmişəm, amma qısa da olsa paylaşım yerləşdirdim. Kəsib doğrayıb videonun içərisinə yerləşdirdim. Umacılı piroqun da resepti kanalımda var. Ətraflı istəyən daxil olub baxa bilər. Bizdə iş, yəni həyətdə iş getdiyi üçün iş deyirlər deyən tez-tez demiyorlar ki, hər gün aşırı mütləq şirniyyat hazırlayıram. Bu gün də umacılı piroq hazırladım ki, səhər tezdən çay ilə verim. Yəni səhər tez çayı verəndə yanında da şirniyyata verim. Belə.
Və qızlar şirniyyatı hazırladım, qoydum, bişdi, artıq hazırdır. Artıq yəni axşama doğru da gedir. Axşam çağıdır belə deyim, hava qaralır. Şirniyyatı hazırladım. Soyuduqdan sonra belə çəkiliş də etdim. Çox qəşəng də alınmışdı. İçərisinə bu dəfə mürəbbə suyu da, əncil mürəbbəsinin suyu var idi. Onu da içərisinə əlavə etdim. Onda da çox qəşəng dadlı olur, alınır. Və qızlar videonu burada sonlandırdım. Artıq dediyim kimi axşama doğru gedir. Və fikirləşim ki, axşama nə bişirim, nə hazırlayım. Videonu burada sonlandırdım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.